Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Yeni kanalımızda yeni verilişimiz bugündən etibarən efirdə olacaq. Bizi izləməyə davam edin. İlk avtomobilimiz Qara Volqadır. Salam da. Salam, xoş gördük. Çox sağ ol. Qara Volqa ilə sağollaşma vaxtıdır deyəsən. İnşallah, inşallah. Neçənci ilin avtomobildir? Bu 1992-nin. 92-ci ilin. Bəs niyə vidalaşırsınız? Bir köhnə maşındır. Daha neyniyim, sürmək mümkün deyil. Aha. Allah dövlətimizin canını sağ eləsin. Bir şey şərait yaradıb, gətirib verir utilizasiya. Yeniləmək vaxtıdır. Yeniləmək vaxtı, Əla. bəli. Gəlin bir bəli. avtomobilə baxış keçirək. Buyurun, buyurun, buyurun. Day avtomobilin müəyyən hissələrində çürüklər var. Bax burada. Bəli, var. Sonra təkərlərinin də vəziyyəti yaxşı deyil. Yaxşı deyil. əlbəttə. Hətta salonda da müəyyən problemlər var. Bu avtomobilin vaxtları olub ha. Bəli, Çox gözəl bəli. avtomobil idi. Bəli, çox gözəl idi, əlbəttə. Burada da çürüklər var. Bu yük hissəsi açılır da yəqin ki. Açılır, bəli. Açılır, hə, istəyənlə. Avtomobilin aşağı hissələrində də çürüklər var. Baxın, Var, fikir var. verin. Bəli, bəli, hamısı var. Burada da. Hə, doğrudan da avtomobil utilizasiyaya təqdim olunmalı bir vəziyyətdədir. Artıq bunu yollarımızda istifadə eləmək olmaz. Olmaz, bəli. Day avtomobili utilizasiyaya təqdim etdiyimizə görə nə qədər ödəniş olunacaq? 1050 manat ödəniş olacaq bizə. Mən sizə təklif edirəm ki, gəlin 5 suala cavab verin bizim avtomobildə yol boyu. Hər suala görə 50 manatdan. Ümumilikdə 250 manat qazanmaq şansınız var. Razısınız? Razıyam. Əla, getdik. Get. Sizə təklif eləmişdim, 5 sual veriləcək, hər bir sual 50 manatdan. Hazırsınız? Hazıram. Başlayaq. Şirvan dayı, Bəli. birinci sualımız belə olacaq. Qırmızı işıqdan keçməyə görə sürücüyə cərimə protokolu tərtib olunur. Məbləğ nə qədərdir və bal nə qədərdir? 50 manatdan cərimədir, 3 balda dal gəlir. 50 manat cərimə, Mən təxmin 3 edə bal. bilirəm. Dəqiqləşdirək. Son cavab. Son cavab 150 manat. 150 manat cərimə məbləği 3 balda Bəli. üzərində bonus olaraq. Qəbul edirəm cavabı. Amma təəssüf. Cavab yanlışdır. Bu cərimə protokolu tərtib olunur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat 3 bal. Amma yaxınlaşmışsınız cavaba. Ev yox. Qarşıda elə 4 sualımız var. Keçək ikinci suala. Bəli. Day, ikinci sualımız belə olacaq. Avtomobili səkidə park edib gedən sürücülər var. Bu da bilirik ki, ciddi problemdir günümüzdə. Səkidə dayanan nəqliyyat vasitəsi piyadaların hərəkətinə mane olur. Əgər avtomobil səkidə dayanıbsa, həmin nəqliyyat vasitəsinə neçə manat məbləğində cərimə tətbiq olunur? Gəlin fikirləşək. Təxminən. Çalışacağım sizə kömək eləyim bu sualda. 20 manat. 20 manat. Məncə 20 manat çox azdır. 20 manat olsa, səkilərin üzərində biz daha çox nəqliyyat vasitəsi görərik. 40 manat gəlir. 40 manat. Bəli. Son qərar. Son qərar 60 manat. 20 manat, 40 manat, 60 manat. Qəbul edeyim cavabı. Bəli, 60 manat.
Qəbul eləyirəm. Cavabınız doğrudur. Əla. 50 manat bizdən qazandınız. Keçid alaq 3-cü suala. Hazırsınız? Bəli. Növbəti sual belədir. Avtomobili texniki baxışa gətirmisiniz. Bəli. Nəqliyyat vasitəsinin yaşı 30 ildən çoxdur. Siz texniki baxışın rüsumundan əlavə nə qədər məbləğ ödəməlisiniz utilizasiya üçün? Mən texniki baxışdan getdim. Texniki baxışın Rüsumu ödədiniz. rüsumunu O ödədim. aydındır. Ondan əlavə utilizasiyaya 40 manat pul ödədim. 40 manat. Bəli. Son qərarınızdır. Bəli. Qəbul edirəm. Dəyişmək fikriniz yoxdur? Cavabı. Yox. Təbrik edirəm sizi dayı. 3-cü suala düz cavab verdiniz. Sizin ikinci düz cavabınızdır və artıq 100 manat sizdədir. Keçək 4-cü suala. Dördüncü sualımız belədir. Yolda yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxılmasına görə cərimə məbləği nə qədər nəzərdə tutulub? Mən elə fikirləşirəm 50 manatdır. Burada qəflətən avtomobilin çıxmasına görə tərtib olunacaq protokolda məbləğ nə qədər göstərilir? Son qərarı istəyəcəm. Nə qədər cərimə olunur? Qəflətən çıxıbsa yola. Mən elə bilirəm bir 50-60 manat cərimə oluna bilər. 50 yoxsa 60? 60 manat. 60 manat. Qəbul edirəm cavabı. Qəbul elədim. Amma təəssüf ki, cavab 60 manat deyildi, heç 50 manat da deyildi dayı. Söhbət İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin .1.2-ci bəndindən gedir. Cərimə məbləği 20 manat nəzərdə tutulub. Düşünürəm ki, bu izləyicilərimiz üçün də maraqlı məlumat oldu, sizin üçün də. Yəni, o çox maraqlıdır. Keçək 5-ci suala. Sual çox qısadır. Sürət həddini 21-40 km/saat sürət limitini aşan sürücüyə, yəni 21-40 km aralığında sürət həddini aşan sürücüyə neçə manat məbləğində protokol tərtib olunur? Yolda göstərilib 60 km/saat sürət, lakin sürücü 81 km/saat sürətlə hərəkətini davam edir və xüsusi texniki qurğunun qarşısından o sürətlə keçir. Minimum 50 manatdan elə 100 manata kimi də ola bilər. Aha, 50 manatdan 100 manata qədər. Amma qanun bunu konkret bir rəqəm üzərindən deyir. Məbləğ nə qədər olmalıdır? Qısa və konkret cavab istəyəcəm. Mən elə bilirəm məbləğ 100 manat. Son qərarınızdır. Bəli. 100 manat. Qəbul edeyim. Çox istəyərdim ki, təbrik edeyim sizi bu cavabdan sonra, amma təəssüf ki, belə deyil. İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində qeyd olunub ki, sürət həddini 21-40 km/saat aralığında aşan sürücü 50 manat məbləğində cərimə olunur. Day, siz bizdən son olaraq 100 manat qazandınız. Mənə elə gəlir ki, aşağı məbləğ deyil, çox yaxşı göstəricidir. Və 1050 manatı siz utilizasiyaya təqdim etdiyiniz avtomobilə görə alacaqsınız. 100 manat da bizdən sizə. Əla, suallarımızı bitirdik və artıq yolda da görürük, yol nişanları da bizi istiqamətləndirir yavaş-yavaş utilizasiya mərkəzinə. Orxan müəllim, xoş gördük. Salam, xoş gördük. Xoş gəlmisiniz. Xoş gördük sizi. Yeni avtomobil gətirmişik utilizasiyaya.
yaxşı eləmisiniz. Və qeyd edeyim ki, utilizasiya prosesi 2024-cü ilin oktyabr ayından başlayıb. Bugünə qədər 16.694 avtomobil utilizasiyaya təqdim olunub. Bu da olur 16.695. Nə gözəl, nə gözəl. Əla. Çox böyük göstəricidir və Şirvan müəllim də özü də avtomobilinə çox bağlı insandır. Bəli. Amma yenə də təhlükəsizliyi düşünərək avtomobilini utilizasiyaya təqdim etdi. Yeniləməyin vaxtıdır. Yeniləməyin vaxtıdır təbii ki. Gedək. Şirvan müəllim, bir məsələ yaddan çıxdı. Avtomobildə biz viktorina keçirmişdik və siz 5 sualdan ikisinə cavab verdiniz və həmin mükafatı sizə təqdim eləməyin tam vaxtıdır. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Allah sizi var eləsin. Var olsun dövlətimiz, var olasınız ki, belə bir şərait yaratmışsınız. Köhnə maşınları da gətirib bura təhvil veririk. İndi isə utilizasiyanın nə üçün faydalı olduğunu göstərəcəyik sizə. Həm köhnə nəsil, həm də yeni nəsil avtomobillərin əyləş testini sınaqdan keçirəcəyik. Şirvanda gedək avtomobildən vidalaşaq. Bu prosesi də yəqin ki, Şirvan müəllim öz gözləri ilə görsə, bilmirəm ona necə Bir təsir sürpriz edəcək. hazırlamışıq əslində Şirvan dayıya. İzləyicilərimiz üçün də birlikdə tamaşa eləyək. Vaxtıdır. Çünki Gedək. yeniləməyin də vaxtıdır. Gedək. Davam Gedək. eləyək. Gedək. Şirvan dayı, hava şəraiti əlverişsiz olsa da biz hər birimiz tapşırığı sonuna qədər yerinə yetirməyi söz vermişdik. Və sizə dediyimiz sürpriz də məhz burada gerçəkləşəcək. Amma biz təhlükəsizlik məsələlərini nəzərə alaraq bu final səhnəsini kənardan izləməliyik. Maşınla vidalaşmaq vaxtıdır. Sağ olun. Qara Volqanın hekayəsi burada belə bitdi. Amma bizim missiyamız hələ də davam eləyir. Görək növbəti avtomobil hansı olacaq?